əqli mülkiyyət hüquqları hansı müddət ərzində qorunur? Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 281.1-ci maddəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 dekabr 2012-ci il tarixli 323 nömrəli qərarı ilə təsdiq edilən tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması qaydalarının 4.1-ci bəndinə müvafiq olaraq hüquq sahibinin hüquqlarının qorunma müddəti Dövlət Gömrük Komitəsi tərəfindən malların reyestrə daxil edilməsi haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla 5 ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda Dövlət Gömrük Komitəsinin qərarı ilə həmin müddət uzatılır. Qeyd olunan qaydaların 4.2-ci bəndinə əsasən mallara olan hüquqların gömrük orqanları tərəfindən qorunmasının ümumi müddəti hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır.